Paytaxtın mərkəzi küçələrində yetkinlik yaşına çatmayan 2 nəfərin insanlara yaxınlaşaraq əl çantaları və qiymətli əşyalarını talamaları barədə polisə məlumat daxil olub. Səbail rayon polis idarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə həmin şəxslər saxlanılıblar. Aparılan araşdırmalarla azyaşlıların yaxın qohumları tərəfindən qanunsuz əməllərə sövq edildiyi müəyyən edilib. Tədbirlərin davamı olaraq həmin şəxslər 23 yaşlı İkram Bukavazin və 35 yaşlı Malik Bədrov da müəyyən olunaraq saxlanılıblar. Onların azyaşlıları qeyd olunan qanunsuz əməllərə yönəltdikləri aparılan istintaq hərəkətləri ilə sübuta yetirilib. Uşaqlar 3-4 nəfərə yaxınlaşıblar. Axırıncı bir nəfərə yaxınlaşdılar, pul çıxartdılar. Bizə verdilər və aralaşdıq. Cibdən pul götürəndə qaçdılar uşaqlar, biz də dalınca qaçdıq. Faktla bağlı cinayət işi başlanılıb. İkram Bukavazin və Malik Bədrov barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Araşdırma aparılır.